Hamının axşamı xeyirli olsun. Bildiyiniz kimi Aytənin 8 yaşı var. Anadan gəlmə butçanaq çıxığı xəstəsidir. 5 ayda artıq yataqdadır. 5 aydır mənim balam nə oturmur, nə yerimir, nə çönə bilmir. Arxası üstə qalıb. Gördüyünüz kimi bez bağlayırıq. 8 yaşında böyük bir qız uşağına mən məcburi şəkildə bez bağlayıram. Yəni pampres qoyuram. O pampersi də tək dəyişmək mümkün deyil. Cipsləri çox ağırdır. Tərpətmək çox olmaz. Ona görə mən 8 yaşında böyük bir qız uşağının pamperesini atası ilə dəyişirəm. Öz atası ilə, yəni kişi xeylaqda nə qədər ata da olsa. Utana, əziyyət çəkə-çəkə atası ilə mən onun pamperesini dəyişirəm. 5 aydır yalvarıram hamıya. Əlimdən gələni eləyirəm ki, balamın reabilitasiya pulunu toplaya bilim. Təəssüf ki, nə canlı yayım açıram, gələn yoxdur. Nə videolarımızı götürüb kartlarımızı paylaşan yoxdur. Çox az dəstək olunurlar. İnşallah indi bu ayın 18-də müayinə olunacaq, fizioterapiya olunmalıdır. Məbləğimi toplaya bilmirəm. Nə olar, xahiş edirəm. Necə ki, türk qardaşlarımız üçün birlik olduq, mənim balam üçün də birlik olub dəstək olun. Mən bu pulu toplayım, balamı fizioterapiyalarına apara bilim. Yalvarıram sizlərə Allaha xatir.